Deməli, bugün biz pizza dərsini keçdik sizinlə bərabər. Biraz əyləncəli oldu, biraz stresli oldu. Əsas mahiyyət ondan ibarətdir ki, siz düzgün hazırlanma formasını öyrənəsiniz. Bizim məqsədimiz odur ki, siz düzgün hazırlayasınız, düzgün servis edəsiniz, fərqli hissələriniz olsun. Təmirin hazırlama qaydası da biləsiniz nədən ibarətdir. Artıq bugün biz bunu tamamladıq. Düzdür, bir gündən hər şey həll olmur. Amma bir gündən həm gözünüz öyrəşdi, həm əliniz öyrəşdi. İnşallah praktikada bunlardan çox hazırlayacaqsınız. Siz gündə bu pizzaları hazırlayacaqsınız. Artıq sobaya yerləşdirmə, sobadan çıxartma, bunları daha bəriş halına gətirəcəksiniz və inşallah ki, bundan da gözəl, bundan da daha səliqəli pizzaları ortaya çıxaracaqsınız. Hamınıza təşəkkür edirəm. Çox sağ olun, minnətdaram sizə. Bugün 6 çeşitdə pizza hazırladıq sizinlə bərabər. İnşallah ki, bunun çeşit sayı